Gününüz nura boyansın. Çox hörmətli ANSMB televiziyasının izləyiciləri. Sizlərlə ANSMB tribunası verilişinin həftənin yekunları rubrikasındayıq. Azəri Neytral Sərt Millətsevərlər Birliyinin ideoloji katibi Sərraf Azəri bəy mikrofon önündədir. Hörmətli izləyicilərimiz, istəyirəm ki, sizləri bax bu həftə ərzində dünyada baş vermiş ən mühüm aktual siyasi hadisələr barədə məlumatlandırım. Beləliklə, ilk məlumatımız Reuters agentliyindən alınıb. Reuters agentliyinin məlumatına görə Amerika Birləşmiş Ştatlarının hökuməti Rusiyaya münasibətdə yeni sanksiyalar hazırlayıb. Ancaq konkret tədbirlər haqqında heç nə deyilmir. Bildirilir ki, yeni sanksiyaların əksəriyyəti Gazprom və Rusiyanın digər energetika, təbii resurslar, o cümlədən bank sahəsi ilə bağlı olan şirkətlərinə qarşı yönəldilib. Qeyd eləyək ki, eyni zamanda Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Ukraynaya F-16 qırıcı təyyarələrinin və dəyəri 300 milyondan çox olan avadanlıqların satışını bəyənib. Rusiya mayın ilk günlərində Ukraynaya qarşı havadan hücum həyata keçirib. Həmin hücumlardan biri həftənin şənbə gününə keçən gecə baş verib. Rəsmi Moskvanın göstərişi ilə Rostov vilayətindən uçan İskəndər-M ballistik raketi Ukraynada dağıntılar törədib və Moskvanın göstərişi ilə Ukraynaya 183 dron da buraxılıb ki, onlardan da bir hissəsi imitatorlar olub. Ukraynanın hava məkanına Kursk, Oryol, Bryansk və Millerov tərəfdən daxil olan dronlardan 77-si Ukrayna tərəfindən vurulub. 73 lokator itirilib. Qalan 33-ünün taleyi barədə isə məlumat yoxdur. Hava hücumları nəticəsində Sumsk, Nikolayevsk, Xarkov və Donetsk vilayətlərinə ziyan dəyib. Məlumata görə hücum nəticəsində ən çox ziyan Xarkov vilayətinə dəyib. Cari vaxt olan məlumata görə hücum nəticəsində 50 nəfər vətəndaşın sağlamlığına zərər vurulub və onların arasında 11 yaşlı uşaq da vardır. Hazırda Xarkovda hadisənin nəticələri aradan qaldırılır. Ukrayna isə susmur və güzgü effekti üzrə fəaliyyət göstərərək cavab verir. Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna üçün onun özünün uzaq mənzilli silahının, xüsusilə də ballistik silahının olması təhlükəsizliyinin ən yaxşı zəmanətçisidir fikri ilə çıxış etdikdən bir neçə saat sonra Ukraynaya buraxılan raketlərin start məntəqəsi olan Krım istiqamətinə, o cümlədən Rusiyanın Qara Dəniz hərbi donanmasının bazasının yerləşdiyi Novorossiysk şəhər istiqamətinə cavab zərbə dronları buraxılıb. Cari dövrə olan məlumata görə Novorossiyskdə xəsarət alanların sayı 5 nəfərdə artıb və bildirilib ki, zərurət yaranacağı təqdirdə şəhərdə müvəqqəti yerləşmə məntəqələri yaradılacaq. Qeyd eləyək ki, Ukrayna həmçinin Qara Dəniz ekvatoriyasına 20 ekipajsız hərbi qayıq da göndərib. Məlumata görə Ukrayna cavab tədbirləri nəticəsində Rusiyanın Su-30 hərbi dəniz qırıcısını da vurub. Həmin qırıcı təyyarə Ukraynanın ekipajsız hərbi qayığından açılan atəşlə məhv edilib. Mərkəzi Kəşfiyyat İdarəsinin Avrasiya və Avropa üzrə sabiq operativ idarə rəisi Ralf Kof The Times qəzetinə müsahibəsində bildirib ki, Ukraynanın itkilərə məruz qalmasına başlıca səbəb Biden administrasiyasının qətiyyətsizliyi və hadisələrin nüvə müharibəsinə gətirib çıxaracağından qorxması olub. Əks halda, müharibəni elə başladığı 2022-ci ildəcə Ukraynanın xeyrinə bitirmək olardı. Amerika Birləşmiş Ştatlarının mətbuatının yazdığına görə Donald Trump Ukraynanın tərəfinə keçərək Rusiyaya münasibətdə qırğıya çevrilməyə başlayır. Belə ki, onun Voltsu milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsindən azad eləməsi də bunun göstəricilərindən biridir. Telegraf qəzetinin yazdığına görə Trumpın hərəkətlərini manevr kimi də qəbul eləmək olar. Həqiqət o zaman bilinəcək ki, görək 47-ci prezident Ukraynaya növbəti silah yardımına yox deməyəcəkmi?
və respublikaçı Linz Gremin irəli sürdüyü Rusiyaya qarşı amansız sanksiyaları nəzərdə tutan qanun layihəsini dəstəkləyəcəkmi? Yeri gəlmişkən qeyd eləyək ki, Zelenski Putinin 3 günlük atəşkəs təklifinin qənaətbəxş olmadığını söyləyib. O deyib, Putinin 7 maydan 10 mayadək süni humanitar missiya oyununu başa düşmək çətin deyil. Düz 25 il bundan əvvəl 7 mayda o prezident vəzifəsini tutub. Hörmətli izləyicilər, aldığımız informasiyalar sırasında rəsmi Moskva ilə rəsmi Astana arasında münasibətlərin gərginləşməsi ilə bağlı faktlar da var. İndi onu sizə təqdim edirik. Rəsmi Astana Putinə sadiqliyi ilə seçilən şəxslərin ölkəyə buraxılmasına qadağa qoyub. Qara siyahıda Dövlət Dumasının vitse-spikeri Talstovun, deputatlar Nikonovun, Fyodorovun, Zatulinin və Rusiya Əməkdaşlıq Təşkilatının sədri sabiq parlamentari Yevgeni Primakovun da adı var. Bu barədə Deutsche Welle, yəni Alman dalğası radiosu məlumat verib. Bildirilib ki, qadağaya səbəb adı çəkilən şəxslərin Qazaxıstanın və onun rəhbərliyinin ünvanına söylədikləri açıq təhqirlər olub. Alman dalğasının verdiyi məlumata görə, məsələn, Nikolay Tolstoy Qazaxıstanı Ukraynadan sonraki növbəti problem adlandıraraq, ölkəni Rusiyadan uzaqlaşmaq üçün özünə uydurma tarix yaratmaqda ittiham eləyib. Vyacheslav Nikonov isə Rusiya televiziyasında çıxış eləyərək təsdiqləyib ki, tarixdə Qazaxıstan adlı dövlət olmayıb. Onun ərazisi Rusiya və SSR-nin hədiyyəsidir. Yevgeni Fyodorov isə Nikonovu müdafiə eləyərək Rusiyanın öz ərazisini geri qaytarmaq hüququ olduğunu vurğulayıb. Həmçinin Qazaxıstanın SSR-nin tərkibindən beynəlxalq hüquqa uyğun çıxmadığını təsdiqləyərək onun dövlətçiliyinin qanuniliyinə şübhə ilə yanaşdığını söyləyib. Zatulin isə Qazaxıstan prezidenti Tokayevi Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası adlandırılan yeni dövlətləri tanımaqdan imtina etdiyinə görə tənqid eləyib. O hələ bu azmış kimi Qazaxıstana qarşı ərazi iddialarının ola biləcəyinə də işarə vurub. Primakov isə daha uzağa gedərək Qazaxıstan hakimiyyətini Rus dili əleyhinə çıxış eləyən millətçilərin olmasına yol verməkdə günahlandırıb. Ölkənin informasiya naziri Asker Umarov isə güya anti-Rus fikirləri irəli sürdüyünə görə rusofob cındır adlandırıb. Alman dalğası radiosunun məlumatına görə qara siyahıya düşən şəxslər arasında Tina Kondilaki və hazırda komada olan Tigran Kiosyan kimi təbliğatçılar da var. Təbii ki, hörmətli izləyicilərimiz, aldığımız informasiyalar içərisində yaxın şərqlə bağlı məlumatlar da var. Təqdim edirik onu. Mayın 2-dən 3-ünə keçən gecə İsrail Suriyaya ölkənin paytaxtı Dəməşqdəki prezident sarayının yerləşdiyi ərazilər də daxil olmaqla aviasiya zərbələri endirib. Birləşmiş Millətlər Təşkilatının mətbuat katibi Stefan Dujarric İsrailin zərbələrini Suriyanın dövlət suverenliyinin pozulması faktı kimi şərh eləyib. İsrail rəsmiləri isə bildiriblər ki, onların bu hərbi əməliyyatları keçirməkdə məqsədi İsraildə yaşayan dini azlıq olan druzları müdafiə eləməkdir. Qeyd edilib ki, druzlar məzhəblər arası qisasın mərkəzində qalan bir dini azlıqdır. İnsan hüquqları üzrə Suriya Monitoring Mərkəzinin verdiyi məlumata görə, bu həftə ölkədə druzların yaşadığı rayonlarda 100-dən artıq adam öldürülüb. İsrailin Xarici İşlər Naziri Gideon Saar bildirib, biz azlıq olmağın nə demək olduğunu çox yaxşı bilirik. Yaxın Şərq qorxulu yerdir. Mən beynəlxalq ictimaiyyəti Suriyada müxtəlif dini məzhəblərdən olan insanları, xüsusilə də druzları buradakı yeni rejimdən və onun terrorçu dəstələrindən müdafiə etməkdə öz rolunu oynamağa çağırıram. Yayılan məlumatlara görə güya kütləvi qətllərə səbəb Məhəmməd Peyğəmbəri təhqir eləyən bir kişinin feyk audio yazısının yayılması olub. Həmin audio yazını güya druz bir din xadimi hazırlayıb. Halbuki o, özünün audio yazı ilə
hər hansı bir əlaqəsinin olmadığını söyləyib. Məlumata görə, Druzların yaşadıkları rayonlara Həyat Təhrir Əş-Şam adlı İslami hərəkətə məxsus hərbi dəstələr göndərilib. Təbii ki, hörmətli izləyicilərimiz, günün, həftənin aktual məlumatlarından biri də Pakistan-Hindistan münasibətləri ilə bağlıdır. Onu təqdim edirik. Pakistan dünən Hindistanla münasibətlərinin kəskin şəkildə pisləşməsinin və gərginləşməsinin fonunda öz ballistik raketini sınaqdan çıxarıb. Pakistan hərbiçilərinin verdikləri məlumata görə Əbd Əli adlı ballistik raketin buraxılması qoşulların operativ hazırlığının və həmin hərbi texnikanın parametrlərinin yoxlanılması məqsədi ilə həyata keçirilib. Ölkənin informasiya naziri Attaul Attarar isə qeyd edib ki, onlarda Hindistanın Pakistana qəfil hücum edəcəyi ilə bağlı inandırıcı kəşfiyyat məlumatları var. Qeyd eləyək ki, həftənin 5-ci günü Pakistan Fars körfəzi üzrə müttəfiqlərinə müraciət edərək gərginliyin azaldılmasına nail olmaq üçün səylər göstərilməsini xahiş eləmişdir. Hörmətli izləyicilərimiz, daha bir həftə məlumatı Avstraliya ilə bağlıdır, onu təqdim edirik. Avstraliyanın Leyboristlər Partiyası seçkilərdə tam qələbə qazanaraq ikinci müddətə hakimiyyətdə qalmağa nail olub. Beləliklə, ölkənin hazırki baş naziri Anthony Albanese öz mandatını daha 3 ildə uzatmağa müvəffəq oldu. Ekspertlər bildiriblər ki, bu fakt ölkənin həyatında 20 ildən artıq bir müddətdə ilk dəfədir ki, qeydə alınır. Mühafizəkar liberal partiyadan olan müxalif koalisiyanın lideri Peter Dutton isə seçkilərdə öz məğlubiyyətini etiraf edib. Nəhayət, buraxılışımızın sonuncu xəbərini təqdim edirik. O, deməli, Yunanistanla bağlıdır. Dünən səhər saat 5:30 radələrində Yunanistanın Saloniki şəhərində fərdi hazırlanmış bombadan istifadə edilməklə partlayış törədilib. Hadisə birinci mərtəbəsində Yunanistan Milli Bankının şöbəsinin yerləşdiyi yaşayış evinin qapalı park etmə məkanında baş verib. Nəticədə 38 yaşlı qadın dünyasını dəyişib və qarşısında avtomobillərin park edildiyi qonşu binaların da birinci mərtəbələrinə ziyan dəyib. Hazırda ölən şəxsin aldığı travmaların xarakterinə və kriminal keçmişinin olduğuna istinad edilərək onun özünün baş vermiş partlayışda mümkün iştirakı aydınlaşdırılır. Hakimiyyət orqanları partladıcı qurğunun ölən qadının özü tərəfindən işə salındığını istisna eləmirlər. Çünki onun ifrat sağçılarla əlaqələrinin olmasına dair faktlar məlumdur. Polis hadisələrin törədilməsində iki əsas motivin olması versiyası üzərində dayanır. Birinci, bu ya siyasi məqsəd daşıyıb. İkinci, yaxud bankın soyulması məqsədini güdüb. Beləliklə, hörmətli izləyicilərimiz, verilişimiz yekunlaşdı. Növbəti verilişlərdə görüşənədək.